alt standartdır, alt standart. Yəni ola bilər ki, testlər desin, məsəl üçün deyəcək ki, dövlətin təhsil alan və təhsil verən qarşısına qoyduğu minimal tələb nədir? Götürürsüz alt standart. Amma desə ki, dövlətin təhsil alan və təhsil verən qarşısına qoyduğu tələb, bu artıq olacaq məzmun standartı. Və məzmun standartı nədən ibarətdir? Birinci dəfə də eşidirsiniz. Birinci səfər dövlət standartını eşitmişdim, ancaq o minimal standartını eşitməmişdim, yəni həqiqətən. Dövlətin təhsil verən və təhsil alan qarşısına qoyduğu minimal tələb alt standart. Niyə görə minimal tələb olar bəs sizə görə? Niyə görə maksimal yox, minimal tələb? Çünki müəllimə, dövlət standartı, yəni məzmun standartı opşidir, həm əsas, həm alt orada gedir. Ancaq alt standart tək olduğu üçün. Yəni opşi alt standartı əhatə edir, bir də var ki, hər birini əhatə edir. Yox, ona görə deyil. Bilirsiniz nəyə görədir? Maksimal tələb olsaydı bizim dinamik feillərimiz var və dinamik feillərdən ən belə yüksək, ən maksimalı yaratmaqdır. Maksimal olsaydı, alt standartların da ən maksimalı bu olardı ki, uşaq nəyisə yaratsın, nəyisə icad eləsin. Ona görə maksimal deyir. Varmı elə bir uşaq ki, 5 yaşında, 3 yaşında nəyisə icad edə bilsin? Yoxdur, düzdür? Düzdür. Bəli, ona görə də bizim alt standartımız minimaldır ki, müəllimə öyrətsin, uşaq tətbiq eləsin. Aydın oldu indi müəllimə? Yəni müəllimənin öyrətməsi, uşağın tətbiq etməsi bu minimal tələb olur. Aha. Sonra müəllimə smart nə üçün vacibdir? Smart. Smart nə zaman və nə üçün vacibdir? Biz smartdan nə zaman istifadə edirik? Təlimi asanlaşdırmaq üçün. Daha sonra doğru məqsəd müəyyənləşdirmək üçün, düzgün, dəqiq məqsəd müəyyənləşdirmək üçün, düzdürmü? Dəqiq olmaq üçün, məqsədə uyğun olmaq üçün, asanlaşdırmaq üçün. Biz belə bir şey demişdik ki, birinci olaraq məqsədi birinci olaraq müəyyənləşdirəndə onun smarta uyğun olub olmadığını müəyyən edirik. Yəni birinci olaraq təlim nəticəsini seçərkən nəyə diqqət etməliyik? Onun smarta uyğun olub olmadığına. Yəni smartın hərflərinə uyğun olub olmadığına. Smartın birinci hərfi S-dır. Yəni məqsədimiz dəqiq olmalıdır. Düzdürmü? Bunu necə başa düşürsünüz? Necə başa düşürsünüz? Nümunələrlə çəkərdinizsə sizə zəhmət. Müəllimə, yəni spesifik olmalıdır, dəqiq olmalıdır. Yəni fikrimiz aydın, dəqiq olmalıdır. Uşağa dəqiq çatdırmalıyıq fikrimizi. Mən bu şəkildə başa düşürəm müəllimə. Nümunə kimi çəksəz necə çəkərsiniz bir nümunə? Dəqiqə müəllimə. Nümunə düşünməmişəm bu haqda. Belə bir şey deyim müəllimə. Bir var ki, mən deyim ki, uşaq sadə fiziki hərəkətlər yerinə yetirir. Bir də var qeyd edim ki, düzdürmü? Hansı sadə fiziki hərəkətlərdir? Məsəl üçün yanlara dönür, oturur, qalxır. Tullanma, hoppanma, giyinə qaydası, hər hansısa bir də var ki, onlara dəqiqliklə deyirəm ki, uşaq hansıları edir. Bir də bilirsiniz smartın sığısı nədir? Testlərdə indi yeni tipli inşallah sertifikasiyada görə biləcəyiniz bir test deyəcəm. Məsəl üçün deyəcək ki, testdə müəllimə uşaqlara heyvanlar haqqında ümumi məlumat verir. Daha sonra dovşan haqqında, dovşanın nə ilə qidalanması, harda yaşaması haqqında ətraflı məlumat verir. Bu da smartın sığısıdır. Çünki necə oldu? Ümumidən xüsusilər getdi. Yəni daha dəqiqləşdirdi, daha spesifikləşdirdi. Aydın oldu müəllimə? Smartın sığısı baxın budur. Bəs smartın mığısı... Amma mən bu deduksiya kimi də götürə bilərik. Bəli, ümumidən xüsusiyə. Bəli. Deduksiyada varsa bu da smartın sığısıdır. Yəni dəqiqləşdirir müəllimə, spesifik edir. Aha, bəs M hərfi nə üçün lazımdır və M hərfini nə zaman istifadə edərik? Manurable, səhv eləmirəmsə o idi açması. Measurable demək istəyirsiniz? Bəli. Ölçülə bilən olmalıdır, əl çatan olmalıdır. Yəni ölçülə bilən deyəndə, məsəl üçün 3 dənə təlim nəticəsini seçməkdə məqsədimiz birinci olaraq odur ki, uşağı hədəfə çatdıraq, düzdür? Yəni məqsədimizə çataq. Amma ikinci olaraq da... Yəni əl çatan olmalıdır da, yəni uşağın başa düşəcəyi qədərilə olmalıdır. O A-dadır axı, biz M-dan danışırıq. M-da əl çatanlıq...
Hə, o ölçülə bilən olması. Yəni mən 3 dənə məqsəd seçirəm. Birinci olaraq məqsədim budur ki, uşaq o 3 məqsədi reallaşdırsın. İkinci məqsədim odur ki, uşağın həmin məqsədə çatıb çatmadığını yoxlaya bilim, yəni ölçə bilim. Ona görə Smartın M-sı bizim üçün vacibdir. A isə sizin dediyinizdir. Yəni mən Əlçatan olsun. bəli, əlçatan olsun. Nə asan olsun, nə çətin olsun. Qrupumdakı bütün uşaqlar üçün o əlçatan olsun. R-nı da ki, hər Bəli, birimiz bəli. bilirik. R hərfi də odur ki, realistik, yəni resurslarımız olsun. Real- Bir növ maddi texniki bazamız olsun. Aha. Bəli, müəllimə. T bəs? Kanda vaxtı da müəllimə, Bəli, vaxt, vaxtı, dəqiq bəli, vaxt. düzdür. Sonra müəllim elə təlim nəticəsindən danışmışkən, başqa nələrə diqqət etməliyik? Yəni tərbiyəçi təlim nəticəsini seçərkən nələrə diqqət etməlidir ki, doğru düzgün şəkildə təlim nəticəsi çıxara bilsin? Sertifikat yazılaşırsınız İlahə müəllimə? Müəllimə, miqə Necə hazırlaşıram. hazırlaşırsınız? Mənə yazan müəlliməsiz siz dünən, yoxsa? Bəli, müəllimə, bəli. Hə. Müəllim Yəni hələ təzəyəm, hazırlaşıram. Aha. Birinci olaraq bunu qeyd edim ki, müəllimə, məqsədimiz dedik Smarta uyğun olmalıdır. Sonra müəllim fəaliyyəti olmamalıdır. Yəni uşaq fəaliyyəti olmalıdır. Müəllim mən nə keçəcəyəm yanaşmasında olmamalıdır. Uşaq nə öyrənəcək? İndi zamanlı olmalı, Bəli, müəllimə. indiki zamanda Ümumi olmalıdır. təlim Sonra nəticəsi. məsəl üçün indi yeni tipli testlər var. Çoxcımancı qəbula artıq çünki hər bir şey yenilənir. Təhsil elə bir şeydir ki, kurikulum əsası durmadan yenilənir. Testlərdə artıq bu köhnələri görməyəcəksiniz. İndiki zaman, köhnə zaman bunların heç biri düşməyəcək. Yəni qaranti verirəm. Sizə bilirsiniz nə düşəcək? Artıq deyəcək ki, aşağıdakılardan hansı düzgün təlim nəticəsi deyil. Baxacaqsınız ki, hamısı uyğun gəlir. Amma nəyə diqqət edəcəksiniz? Açar sözə. Açar sözümüz nədir? Açar sözümüz budur ki, bacarır, bilir, anlayır, qavraya bilir. Bu kimi sözlər düzgün təlim nəticəsi deyil. Bunları gördünüzsə, bunları düzgün təlim nəticəsi kimi götürmürsünüz. Bəs nədir bunlar? Bunlar qiymətləndirmə meyarıdır. Yəni bunlardan biz qiymətləndirmə meyarı kimi istifadə edirik. Deyirəm ki, məsəl üçün Əli bunu bacarır. Filan kəsin uşağı bunu bacarır. Bu nədir? Artıq mən bir növ onu qiymətləndirirəm. Bunu mən təlim nəticəsi kimi yaza bilmərəm. Başa düşdünüz müəllimə? Deməli qaydamız necədir? Testdə görsəz ki, deyir ki, hansı təlim nəticəsi düzgün formalaşdırmayıb. Baxırsınız, bacarır, bilir, anlayır, qavraya bilir kimi sözlər varsa, bunlar qiymətləndirmə meyarı olduğu üçün düzgün təlim nəticəsi deyil. Daha sonra nəyə diqqət edirsiniz? Onsuz da köhnə qaydaları bilirsiniz. Mən əlimdən gəldiyi qədər sizə yeni məlumat vermək istəyirəm. Baxırsınız testdə nəyə? Deyəcək ki, müəllim deyir, uşaq təkrarlayır. Və yaxud da dünənki mövzunu uşaq təkrarlayır. Təkrarlamaq varsa, bir şeydə ki, təkrarlamaq var, bilin ki, o da düzgün təlim nəticəsi deyil. Çünki təlim nəticəsi yeni fəaliyyət olmalıdır. Köhnə fəaliyyət yox. Aydın oldu müəllimə? Bunlara diqqət edəndə artıq bir də ki, o aşılayır, formalaşdırır. Kim aşılayır? Müəllim aşılayır. Kim formalaşdırır? Müəllimə. Bunlar da düzgün təlim nəticəsi deyil. Hə, bir də bayaq dediyiniz kimi indiki zamanda olmalıdır. İdi, imiş, acaq, əcək, yəni olacaq, edəcək kimi şəkilçilərdən də gələcək və keçmiş zamana yönəliş şəkilçilər də varsa, bu da düzgün təlim nəticəsi deyil. Aha, təlim nəticəsi bu. İndi keçək yaş qruplarına görə. Müəllimə, əgər sizə necə deyim, belə bir şey deyim ki, əgər qəbulda 20 dənə sualı rahatlıqla yazmaq istəyirsinizsə, istər sertifikasiya, istər MİQ, bu alt standartları yaş qruplarına görə bilməlisiniz. Necə bilməlisiniz? Sizə orada sırf olaraq sual düşməyəcək ki, bu hansı yaş qrupuna aiddir. Elə bir test görməyəcəksiniz. Və kimsə də deyə bilməz ki, görmüşəm. Sadəcə olaraq necə düşür? Bir-biri ilə əlaqələndirilmiş formada. Məsəl üçün verəcək ki, aşağıdakılardan hansı, məsəl üçün belə bir fikir verəcək. Deyəcək ki, uşaq müxtəlif istiqamətlərə yeriş, qaçış, müxtəlif əşyaların üstü ilə, arası ilə sürünmə, gimnastik nərdivana dırmanma hərəkətlərini yerinə yetirir. Bu yanaşmada aşağıdakılardan hansı fikir doğrudur? Sizdən bilirsiniz nə istəyəcək?
Bu 5-4-5 yaşa aiddir, düzdürmü? Böyük qrupa aiddir. Aşağıdakı variantlardan da ona uyğun olan, yaş qrupuna uyğun olan az standartı seçəcəksiniz. Bu gigiyena da ola bilər. Bu, məsəl üçün, estetik tərbiyədən, estetik yaradıcı inkişaf sahəsindən əmək bacarığı da ola bilər. Yəni, yaş qruplarını bilməyiniz çox vacibdir. Və az standartları elə edə bilərlər ki, məşğələlərlə də əlaqələndirib testə sala bilərlər. Onun üçün az standartları bilməyimiz və yaş qruplarına görə öyrənməyimiz bizim 20 sual bilməyimiz anlamına gəlir. Və 20 sualda bilən müəllimə üçün qalan suallar daha rahat olacaq. Çünki qalan suallar daha çox məşğələlərdir, tələbatlardır, uşağın məktəb təliminə hazırlaşmasıdır. Bunlar daha rahatdır. Amma əsas Bir də çətinliyi... onlardan soruşum. Soruşun, buyurun. Bu yaş qruplarını biz yəni daha asan olaraq yadımızda necə saxlaya bilərik? Açar sözlərlə İlahə müəllimə. Bilirsiniz açar söz nədir? Açar söz nədir? Hər yaş qrupunun özünün açar sözü var. Birinci olaraq belədir ki, məsəl üçün fiziki inkişafı götürək və onun 1.1 əsas standartını götürək. Orada baxırsınız, 1-2 yaşdan 2-3 yaşı birinci olaraq özüm öyrəndiyim qayda ilə deyirəm. Mən həmişə müqayisəli öyrənirəm bütün mövzuları. Məsəl üçün, 1-2 yaşdan 2-3 yaşa baxıram, müqayisə edirəm, o mənim beynimə hopur. Baxıram ki, hər ikisində sadə fiziki hərəkətlər var, düzdürmü? Həm 1-2 yaşda var, həm 2-3 yaşda var. Amma fərqləri var. 1-2 yaşda uşaq bir növ qalxıb oturur, yanlara dönür və sərbəst yeriyir. Əlbəttə ki, 1-2 yaşındakı uşaq sərbəst yeriyəcək da, düzdürmü? Bunu 2-3 yaşında versəm, mən bunu anormal götürərəm ki, yəni normal uşaq artıq 1 yaşından etibarən sərbəst yeriməyə başlayır, düzdür? Yəni deməli bu sərbəst yerimək hansı yaş qrupuna aid olacaq? Elə 1-2 yaşa aid olacaq. Bunu bir növ, necə deyim, evdə indi övladınız varsa onunla uyğunlaşdırın. Və yaxud da qohumunuzun bir uşağı varsa, onunla da uyğunlaşdırıb o şəkildə də öyrənə bilərsiniz. Və bu bağçada işləyən müəllimələr üçün daha rahatdır. İndi siz miqa hazırlaşırsınız, sizi başa düşürəm. Amma həm də İngiliz imtahanı da verməmişəm, ona görə bilmirəm. Ona görə qaydalarını bilməlisiniz. Qaydalarını bilməlisiniz müəllimə. Açar sözlərlə tapanda daha rahat tapırsınız. Məsəl üçün dedim, sərbəst yerir, 3-4 metr məsafəyə qaçır, maneələrdən yan keçir. Bu olacaq bizim 1-2 yaş. İkinci kiçik qrupda orada uzun-uzadı verilib, onların heç birinə baxmırsınız. Açar söz kimi yadınızda qalsın ki, yerişdən qaçış, qaçışdan yerişə keçmək. Pisiyo. YQ qaydası, YQ. Mən belə öyrənmişəm. Özümün evristik metodudur. YQ yerişdən qaçışa keçir, qaçışdan yerişə keçmək. Bu olur ikinci kiçik qrup. Orta qrupda açar sözüm gimnastik skamyadır. Gimnastik skamyanı harda görürəmsə bilirəm ki, bu orta qrupdur. Amma gimnastik nərdivanı harda görürəmsə, bunu bilirəm ki, bu böyük qrupdur. Və böyük qrupda gimnastik nərdivanla bərabər başqa bir şey də var. O da var ki, uşaq artıq verilən hər hərəkətləri komandaya uyğun yerinə yetirir. Deməli, böyük qrupda açar sözüm nə oldu? Komandaya uyğun yerinə yetirmək. Bir də gimnastik nərdivana dırmanma. Amma məktəb azlıq qrupunda nə olacaq? Ağla tez batır. Bəli, açar sözlərlə öyrənmək daha rahatdır. Uzun-uzadı bütün mövzular elədir, İlahə müəllimə. Bütün mövzulara baxırsınız, müəlliməyə uzun gəlir. Məsəl üçün, uşaq yönümlü təhsil. Uşaq yönümlü təhsil birbaşa olaraq səriştələrdir. Səriştələri bilən müəllimə uşaq yönümlü təhsili tapır. Yəni, orada uzun-uzun verilib, müəllimə deyir, ay Allah, bunu mən necə öyrənəcəm? Amma səriştələri öyrənəndən sonra müəllimə görür ki, elə o bir-biri ilə əlaqəlidir. Mən bu mövzunu bilirəmsə, deməli onu da bilirəm. Ona görə də məktəbə qədər təhsil sistemi və çərçivəmizdə yer alan bütün mövzular bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Bir mövzunu bilmədinizsə, deməli digərlərində də nəsə bir nöqsana yol verə bilərsiniz. Ona görə hamısını birlikdə və əhatəli, əlaqələndirilmiş formada öyrənməyiniz sizin üçün daha faydalıdır. Daha sonra müəllimə, məktəb azlıq qrupunda açar sözümüz bu olacaq ki, uşaq hərəkətləri qamətini düz saxlamaqla yerinə yetirsin. Bəli. Sonra ikinci açar sözümüz olacaq ki, uşaq bir növ, necə deyim sizə, bir var, uşaq gimnastik nərdivana dırmanır. Bir də var ki, uşaq gimnastik nərdivana pillə-pillə dırmanır. Pillə-pillə dırmanmaq artıq məktəbə hazırlıqdadır. Amma dırmanmaq, sadəcə nərdivana dırmanmaq, bu artıq böyük qrupdadır. Daha sonra məktəbə hazırlıq qrupunun daha bir açar sözü budur ki, uşaq hədəfə atsın.
top olsun, qum çiçəciyi olsun, hər birini hədəfə atsın. Aydın oldu müəllimə? Hədəfə də atmaq sözünü gördünüzsə, heç qum çiçəciyi filan önəmli olmasın. Sadəcə hədəfə atmağı tapırsınızsa, deməli siz məktəbə hazırlığı tapdınız. Bir də ki, məktəbə hazırlıqda nə var? Hərəki keyfiyyətlər. Hərəki keyfiyyətlər də ki, yəni artıq uşaq çevik olsun, uşaq elastik olsun, uşaqda sürət olsun, gücü olsun. Bu da məktəbə hazırlığındır. Sonra müəllimə belə izah edin, başa düşəsiniz. Məsəl üçün var, böyüklərin köməyi ilə pilləkənlə qalxır, düşür. Pilləkənlə hələ bu birinci kiçik qrupdadır. Təbii ki, mən kömək eləyəcəm ona. Mən onun əlindən tutacağam ki, o pilləkənlə qalxsın, düşsün. Bu birinci kiçik qrupdur. Yerində atılıb düşürsə, ayaqları bir yerdə irəli doğru tullanırsa, bu ikinci kiçik qrupdur. Yenə görürsünüzmü, orta qrupda jimnastik skamya sözü var. Onun üçün deyirəm ki, jimnastik skamya harda varsa orta qrupdur. Böyük qrupda sığ qaydası. 2S ilə yadınızda qalsın. 2S, sağ, sol. Sağ solu harda gördünüzsə, bilin ki, bu böyük qrupdur. Bu riyaziyyatda deyil olacaq. Məsəl üçün 2.3 əsas standartımız var. Uşaq sadə riyazi bacarıqları yerinə yetirir. Məsəl üçün, orada da artıq sağ solu görəndə biləcəksiniz ki, bu da böyük qrupdur. Yəni, sığ qaydası hər yerdə böyük qrupa aiddir. Amma sağdan sola desə riyaziyyatda, o artıq məktəbə hazırlıqdır. Sonra burada məktəbə hazırlıqda, amma fiziki inkişafda məktəbə hazırlıqda ip üzərində sözü var və müxtəlif istiqamətlərə doğru söz var. İpi gördünüzsə, tapırsınız nəyi? Məktəbə hazırlığı. Aydın olur. Belə asandır, elə deyilmi? Açar sözlərlə bilmək daha asandır. Yox, nə qədər oxusam da, yenə də nə qədər test işlədim. Oxusam da yenə də qarışdırırdım. Amma açar sözlər daha rahatdır müəllimə. Sonra baxın, topu döşəmə üzərində diyirlədir. Diyirlədir bizim birinci kiçik qrup üçün açar sözümüzdür. Hər da diyirlətmək gördünüzsə, birinci kiçik qrupdur. Ayağı ilə vurmaq varsa, ikinci kiçik qrupdur. Artıq uşaq yerdən qalxan topu tutursa, bu orta qrupdur. Müxtəlif üsullarla atıb tutursa, böyük qrupdur. Hədəfə atmaq yenə məktəbə hazırlıqdır. Gördünüzmü müəllimə? Nə qədər sadə bir şeydir. Məzmunu biləndə bəs edir. Və 1.1.4-ümüz var bizim ki, bu az standartımızın məqsədi inteqrasiya xarakteri daşıyır. İndi inşallah işləyəndən sonra görəcəksiniz necə. Amma izah edin, biləsiniz. 1.1.4 nə deməkdir müəllimə? 1.1.4 bu deməkdir ki, bizim zehin tələb edən bir növ uşaqları əqli cəhətdən yoran məşğələlərimiz var. Bunlardan biri də bədii təfəkkür məşğələsidir. Mən bədii təfəkkürü keçdikdən sonra uşaqların o əqli yorğunluğunu, zehni yorğunluğunu, emosional gərginliyini aradan qaldırmaq üçün inteqrasiya edirəm 1.1.4-lə. 1.1.4-ün məqsədi kiçik motorikanı inkişaf etdirməkdir. Yəni necə? Məsəl üçün, mən bugün keçmişəm cırtdan nağılını və artıq 1.1.4-lə inteqrasiya edəndə verirəm cırtdan personajının rənclənməsini. Və mən bu rənclənmənin məqsədi uşağın nəyisə bir növ, necə deyim, estetik yaradıcı inkişaf sahəsini inkişaf etdirmək üçün vermirəm. Məqsədim uşağın kiçik motorikasını inkişaf etdirməkdir. Ki, uşağın barmaqları bir növ o zehni gərginliyi aradan qalxsın, uşağın barmaqları inkişaf etsin. Kiçik motorika bizim gövdədən yuxarı, yəni əllərimizdir, barmaqlarımızdır. Və kiçik motorikanın digər adı da incə motorikadır. Yəni, hər ikisi eyni mənanı verir. Və burada da mənim məqsədim nə oldu? Kiçik motorika. Deməli, mən harda rənclənməklə bərabər kiçik motorika sözünü görürəmsə, nə götürürəm? Fiziki inkişaf. Məsəl üçün, elə müəllimə var, görür ki, uşaq rəsmi rəncləyir, amma deyir ki, bu rəncləmə uşağın kiçik motorikasını inkişaf etdirmək məqsədi daşıyır. Elə müəllimə var, bunu götürür estetik yaradıcı. Amma yanlışdır. Kiçik motorika sözü varsa, bu fiziki inkişafdır. Aydın oldu. Yəni 1.1.4 uşağın kiçik motorikasını inkişaf etdirmək üçündür. Və 1.1.4-ün də az standartları yaş qrupuna görə açar sözü belədir. Təyinatı gördünüzsə, təyinat sözünü. Bu birinci kiçik qrupdur. Təyinat nə deməkdir? Mən deyirəm ki, Əli, karandaşdan istifadə et. Əli, topu götür, ora qoy. Əli, oyuncağı apar güşəyə yerləşdir. Mən təyinatı verdim, düzdürmü? Deməli, təyinat varsa bu birinci körpələr qrupudur. Amma ikinci körpələr qrupunda necədir? Uşaq artıq mən verdiyim tapşırıqları, bir növ karandaşdır, plastilindir, topdur, oyuncaqlardır, bunları artıq hərəkətləri sadə tərzdə.
Deməli, ikinci körpələr qrupunun açar sözü sadə tərzdədir. Sadə Bəli, tərzdə. müəllimə, sağ ol. Aha, orta qrupun açar sözü isə başlığı heç oxumuram, çünki kiçik motor hərəkətlər həm orta qrupda var, həm böyük qrupda var, həm də məktəb hazırlıqda var. Bunu mən açar söz kimi necə götürüm? Hər birində var. Açar sözüm budur ki, atıb, tutur, şəkil çəkir, yapışdırır, quraşdırır, ifsiyo. Yəni artıq ondan sonra yeni bir söz varmı? Koordinasiya edir, hər birində var. Yəni orta qrupdan başlayaraq koordinasiya var. Ona görə koordinasiyanı götürmürəm. Sadəcə quraşdırır, ifsiyo, yəni artıq ondan sonra fikir gəlmirsə, mən bunu bilirəm ki, bu orta qrupdur. Amma quraşdırırdan sonra hissələrə ayırma varsa, birləşdirmə varsa, deməli bu böyük qrupdur. Aydın olur fikrim? Bəli, müəllimə. Aha, Çox yaxşı izah edirsən. məktəbə hazırlıqda isə artıq mənim açar sözüm bilirsiniz nədir? Kontur. Konturu gördümsə rahatlıqla bilirəm ki, bu məktəbə hazırlıqdır. Konturdan kənara çıxmayaraq rəngləmək varsa, kontur üzrə kəsmək, yapışdırmaq varsa, bilirəm ki, bu məktəbə hazırlıq qrupunun açar fikridir, açar sözüdür. Yəni artıq uzun uzadı mən orada nəyə əzbərliyim, nəyə baxım yox. Sadəcə baxırsınız, açar sözü təyin edirsiniz və onun məzmununu başa düşürsünüz. Bununla da az standartları bilirsiniz. Keçirəm 1.2-yə müəllimə. Bilirik ki, 1 bizim inkişaf sahəmizdir, 2 bizim əsas standartımızdır. Bəli. Və masa arxasında davranışlı ümumi qaydalara əsasən tənzimləri və gigiyena qaydalarına əməl edir də 3 dənə əsas məsələmiz var İlahə müəllimə. 3 əsas məsələmiz nədir? Birincisi gigiyenadır. Gigiyena. İkincisi masa arxasında davranışdır. Üçüncüsü isə özünə xidmət əməyidir. Bizim 4 əmək növümüz var. Özünə xidmət, məişət təsərrüfat, təbiət, bir də əl əməyi. Əl əməyi məktəbə hazırlıq qrupundan etibarən var. Təbiət əməyi orta qrupdan etibarən uşaqlarda formalaşır. Özünə xidmət və məişət təsərrüfat əməyini isə biz birinci qrupdan etibarən, yəni birinci qrupdan etibarən uşaqlara aşılamağa başlayırıq. Və burada yeganə əmək növü özünə xidmət əməyidir ki, o fiziki inkişafa daxildir. Qalan bütün əmək növləri isə 3.2-yə daxildir. Birinci olaraq burada gigiyenada açar sözümüz nə olacaq? Burada birinci olaraq açar sözümüz bu olacaq ki, uşaq hələ körpədir, tam olaraq nitqi inkişaf etməyib. O neyniyəcək, deməyəcək, bu daraqdır, mən ondan istifadə edirəm. Sadəcə olaraq tanıdığını nümayiş etdirəcək. Tanıdığını da necə nümayiş etdirəcək? Siz deyəndə ki, darağı göstər, darağı göstərəcək. Yəni tanıdığını nümayiş etdirəcək. Bu birinci körpələr qrupudur. Tanıdığını nümayiş etdirmək varsa birinci körpələrdir. Artıq uşaq özü istifadə edirsə, bu aid olacaq ikinci körpələr qrupuna. Artıq uşaq, bir də bir şey qeyd edim, sadə sözü 4 yerdə orta qrupa aiddir. 4 halda sadə sözünü görəndə tapırsınız ki, orta qrupdur. Bu hansılardır? Birincisi sadə gigiyena. İkincisi sadə özünə xidmət. Üçüncüsü olacaq sadə əmək bacarıqları. Dördüncüsü olacaq sadə ünsiyyət qaydaları. Bu 4 halda sadə sözünü tapdınızsa orta qrupdur. Gördünüzmü necə rahat? Deməli mən 4 yerdə sadə sözünü tapıramsa bu orta qrupdur. Və orta qrupda da sadə gigiyena qaydalarını, yəni sabundan düzgün istifadə etmək, əlini, üzünü, qulağını yumaq, bunları bilsəz də olar, bilməsəz də. Bir də salfet. Bir də salfet. Salfet sözü də deməli orta qrupdan etibarən daxil olur. Məktəbə hazırlıq, bəli, böyük qrupda müəyyən olunmuş gigiyena. Müəyyən olunmuş gigiyena varsa böyük qrupdur. Bir də xarici görünüşünü səliqəyə salmaq. Bu da böyük qrupdur. Amma məktəbə hazırlıq qrupunda isə artıq uşaq ehtiyac olduqda, məsəl üçün əli kirlidir, biz demirik, özü bilir ki, ehtiyac var, yuyulmalıdır əlləri. Bunu kim edəcək? Məktəbə hazırlıq qrupunu uşaq edəcək. Bir də məktəbə hazırlıq qrupunda bədən üzvləri, daha doğrusu hiss üzvlərimizdə bizim analizatorlarımızdır. Yəni gözlərimizdir, burnumuzdur, dilimizdir, qulaqlarımızdır, dərimizdir. Bunlara qulluq da məktəbə hazırlıqdadır. Aydın olur fikrimizsə. Bəli, müəllimə, bəli, aydındır. Daha sonra müəllimə, masa arxasında davranışla müəllimələr nəyə qarışdırır? Məişət təsərrüfat əməyini. Ona da bir açıqlıq gətirim, necədir? Məişət təsərrüfat əməyi müəllimə bilirsiniz nədir? Məişət təsərrüfat əməyi biz qadınların gündəlik gördüyü işlərdir. Elə bilin ki, onları da uşaqlar bağçada edir.
Biz nə edirik evdə? Məsəl üçün evləri yığışdırırıq, toz sorana veririk, otağı təmizləyirik, düzdürmü? Masaya qabları düzürük, masadan qabları götürürük, qabları yuyuruq, paltar səririk, düzdür? Bunlar hamısı nədir? Məişət təsərrüfat əməyidir. Və yaxud da həyəti süpürürük. Bunlar məişət təsərrüfat əməyidir. Amma masa arxasında davranış nədir? Mən masanın arxasında oturum, qaşıqdan, fincandan istifadə edim, çəngəldən istifadə edim. Yəni mən masanın arxasında olum. Aydın oldum? Amma məişət təsərrüfat əməyində deyəcək ki, uşaq böyüklərin köməyi ilə masaya yemək dəsti düzür. Artıq o düzür. Estetik yaradıcı inkişaf sahəsindədir məişət təsərrüfat əməyi ona görə ki, orada bir estetika var. Estetika gözəllik deməkdir, səliqə, səhman deməkdir. Və məişət təsərrüfat əməyində də uşaq o qabları ora düzməsinə səbəb nədir? Bir estetika yaratsın da. Və yaxud da özünə məxsus su və yemək qabını masanın üstünə qoyur. Niyə görə yerdə qoymadı? Səliqəyə görə, səhmana görə bir səliqə səhman yaratsın. Ona görə belə ayırd edirik ki, mən masa arxasında qaşıqdan, fincandan istifadə edirəmsə, bu masa arxasında davranışdır. Amma mən masanın üzərində nəsə düzürəmsə artıq, bu məişət təsərrüfat əməyidir. Aydın oldu müəllimə? Bu da bizim əməyimiz. Aha. Daha sonra müəllimə, burada var masa arxasında davranışda qaşıq və fincandan istifadə. Qaşıq fincanı gördünüzsə birinci körpələr qrupu. Yemək dəstindən müstəqil istifadə. Müstəqil sözü adətən, müstəqil və sərbəst sözü bizi çaşdıra bilər. Niyə görə? Çünki mən bunu öz müdavimlərimə də deyirəm ki, müstəqil və sərbəst sözü məktəbə hazırlıqda daha çox verilir. Və müəllimələr burada müstəqil sözünü görəndə çaşacaqlar ki, bu onda məktəbə hazırlıqdır. Amma xeyr. Masa arxasında yemək dəstindən müstəqil istifadə 2-3 yaşdır. Çünki 2-3 yaşında uşaq istəyir ki, hər şeyi özü etsin. Siz desəz belə ki, gəl mən yedirim, o inadkarlıq edəcək ki, qoy özüm tək yeyim. Düzdür müəllimə? Buna görə də masa arxasında yemək dəstindən müstəqil istifadə etmək 2-3 yaşa aiddir. Masa arxasında ümumi qaydalara və qaşıqdan istifadə etmək yenə salfet. Salfet varsa, yenə orta qrupdur. Mədəni davranış açar sözümüzdə böyük qrupda, bir də çəngəldən istifadə. Artıq məktəbə hazırlıqda isə açar sözümüz olacaq süfrə mədəniyyətinə yiyələnmək. Süfrə mədəniyyəti də aid olacaq məktəbə hazırlığa. Biz gigiyena qaydasında heç bir zaman birinci və ikinci körpələr qrupunda sabundan istifadəyə icazə vermirik. Niyə görə icazə vermirik? Ona görə icazə vermirik ki, orada təhlükəsizliyə görə. Uşaq sabunu gözünə aparar, uşaq sabunu ağzına aparar. Buna icazə yoxdur. Amma özünə xidmətdə isə buna icazə var. Amma nə şərti ilə var? Böyüklərin nəzarəti olmalıdır orada. Ya evdə valideyn, ya bağçada tərbiyəçinin nəzarəti altında uşaq əllərini sabunla yuya bilər. Amma nəzarətsiz heç bir şəkildə. Məmmə, bir də bir şey soruşum. Alt standartdan deyirlər ki, nəticəni, məqsədi alt standartdan. Bəli. O necə olur? Mən onu çox eşitmişəm, ancaq mənasını belə dəqiq bilmirəm. Müəllimə, bilirsiniz o nə deməkdir? Onu işləyən müəllimələr daha yaxşı bilir. Müəllimələrin etdiyi ən çox səhv bilirsiniz nədir? İşləyən müəllimələr alt standartın özünü götürüb təlim nəticəsi kimi yazmaq. Bu yanlışdır. Dövlət o standartı bizə verib ki, biz ona baxıb təlim nəticəsini müəyyənləşdirək. Məsəl üçün deyir ki, uşaq belə deyək də, qaşıq və fincandan istifadə edir, düzdürmü? Biz ona uyğun təlim nəticəsi çıxarmalıyıq. Və yaxud da belə bir şey deyim, indi bir dənə uyğunlaşdıracağam bu dəqiqə. Məsəl üçün deyir ki, dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və bir neçə sözlə ifadə edir. Mən bunu götürüb təlim nəticəsi kimi yaza bilmərəm. Buna baxıb sadəcə təlim nəticəsi çıxara bilərəm. Məsəl üçün bir nağıl danışmışam, bu bədii təfəkkürün alt standartıdır. Məsəl üçün uşaq cırtdan nağılında mənim danışdığım, yəni mənim bir növ dinlədiyi, uşağın özünün dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir. Məsəl üçün deyirəm ki, o nağılda bir dənə qız var idi, onun uzun qara saçları var idi. Uşaq o nağılı dinləyir və başlayır o hərəkəti bir növ ona uyğun şəkildə hərəkətini tənzimləyir. Deyir, müəllimə, mənim də bax, uzun qara saçlarım var. Neynədir uşaq? Hərəkətini ona uyğun şəkildə tənzimlədim və mən də buna uyğun məqsəd çıxarıram. Aydın oldu mu? Yəni tutub artıq alt standartın özünü təlim nəticəsi kimi yaza bilmərəm. Ona uyğun sadəcə məqsəd çıxara bilərəm. Bu deməkdir. Yəni müəllimələrin ən böyük etdiyi səhv də budur. Siz sağ olun. Aha.
Başqa sual-cavab istəyən müəllimə varmı? Səadət müəllimə. Təşəkkür edirəm İlahə müəllimə. Mən sizə təşəkkür edirəm müəllimə. Həqiqətən çox sağ olun. Siz sağ olun müəllimə. Sağ olun müəllimə. Axşamınız xeyir. Hər vaxtınız xeyir Səadət müəllimə. Necəsiz? Bayramınız mübarək olsun. Neçə belə bayramlara çıxasınız. Müəllimə. Çox sağ olun. Mən birinci dəfədə qoşuluram sizə. Aha, yaxşı edirsiniz. Məndə də elə. Aha. Yaxşı, başlayaq onda müəllimə. Sizə mən qəşəng öz müdavimlərim üçün hazırladığım suallardan verəcəm. Görüm nə yerdədir. Birinci olaraq müəllimə, biz bilirik də məktəbə hazırlığın təşkilinə verilən tələblər var. Məsəl üçün hansı hazırlıqlar uşaqda tam olmalıdır ki, o məktəbə gedə bilsin. Yəni məktəbdə bu hazırlıqların sayəsində uşaq tam şəkildə bir şəxsiyyət kimi iştirak edə bilsin. Hansı hazırlıqları uşaqda formalaşdırmalıyıq? İdraki hazırlığı. Başdan başlayaq. Başdan başlayaq. İnkişaf sahələri. Yəni birinci fiziki hazırlıq, düzdürmü? Hə, fiziki bəli. Aha, sonra fiziki inkişaf və sağlamlıq, ikinci idraki. Hə. Belə deyin də müəllimə. O inkişaf sahəsindən getməyin. Birinci olaraq uşaqda fiziki hazırlıq olmalıdır, düzdür? Bəli. İkinci idraki hazırlıq olmalıdır, düzdürmü? Bəli, Sonra bəli. emosional iradi hazırlıq olmalıdır və sonuncu da nitqi olmalıdır. Bu dördü. Bu dördü varsa uşaq məktəbə hazırdır deməkdir. Aydın oldu indi Səadət müəllimə? Bəli. Aha. İndi siz mənə nədən danışırsınız? Siz mənə danışırsınız uşaqda fiziki hazırlıq nədir? Fiziki hazırlığı təmin etmək üçün hansı fəaliyyətləri biz verə bilərik uşağa? Hansı üsullardan istifadə etməliyik? Hansı oyunlardan istifadə etməliyik ki, uşaqda bu fiziki hazırlıq tam şəkildə formalaşa bilsin? Fiziki hazırlıq deyəndə, yəni mən necə bilirəm, elə deyəcəm də. Yəni uşaqda idman kiçik böyük motor hərəkətləri inkişaf elətdirməliyik. Onlarda İndi ona uyğun olan fəaliyyətləri deyin. Hansı fəaliyyətləri verərsiniz ki, uşaqda həm kiçik motorika inkişaf etsin, həm böyük motorika inkişaf etsin? Məsəl üçün topu tutma oyunu verə bilərəm. Aha, topu tutma oyunumuz məsəl üçün hansı oyuna aid olacaq? O oyun hansı oyun növünə daxil olar? Oyun hərəkətli oyundur da. Hərəkətli oyun, yəni mütərrik oyun, hə? Mütərrik oyun, bəli, mütərrik oyun. Mütərrik oyun hansı oyun növünə daxil idi? Bizim 2 cür oyunumuz var idi. Mütərrik oyun. Mütərrik oyun qaydalı oyunun növüdür. Qaydalı oyunlar, bəli, qaydalı oyunlar. Yəni topu tut qaydası var da bunun, yəni topu tut qaydası var buna görə. Aha. Burada həm kiçik motorikadır, həm də idraki fəallıq da. Uşaq nəyisə öyrənir orada. Sadəcə topu tutur axı. Nəyisə öyrənir. O zaman idraki olardı ki, orada didaktika olardı. Uşaq nəyisə öyrənərdi. Məsəl üçün topu tut deyirsiniz ki, Ayxan, sənin adını çəkəndə məsəl üçün və yaxud da mən filan sözü deyəndə sən topu tutmalısan. Artıq uşaq orada həm də nəyisə öyrənir. Düzdürmü? Məsəl üçün qaça-qaça saymaq, qaça-qaça nəyisə sadalamaq. Bunlar artıq öyrədici xarakter daşıyır və didaktik tərkibli mütərrik oyun olur. Yaxşı, onda mən deyim, belə deyim, müəllimə, başa düşəsiz. Birinci olaraq uşaqda fiziki hazırlıq 2 cür olur. Kiçik motorika, bir də sensomotor, məkan koordinasiyası. Fiziki, yəni kiçik motor olanda uşaq ən azından özü ayaqqabısının bağını açıb bağlamalıdır, düymələrini bağlamağı bilməlidir. Bunlar kiçik motorikadır. Böyük motorika isə bizim qaçmağımız, tullanmağımız, hoppanmağımız bunlardır. Və mən uşaqda fiziki hazırlığı təmin etmək üçün yaradıcı oyunlardan da istifadə edə bilərəm. Yaradıcı oyununda 3 növü var idi. Süjetli rollu oyunlar, daha sonra konstruktor, yəni tikinti, bəli, bir də dramlaşdırılmış. Yəni üçündən də istifadə edə bilərəm. Testdə deyəcək ki, müəllimə uşaqda fiziki hazırlığı formalaşdırmaq üçün yalnız qaydalı oyunlardan istifadə edə bilər. Yanlışdır. Müəllimə yaradıcı oyunların vasitəsilə də, məsəl üçün, süjetli rollu oyunun özü neyinir? Uşaqda böyük motorikanı inkişaf etdirir. Düzdür? Hərəkətlik. Aha, var. Sonra, məsəl üçün, konstruktor oyunu uşaqda kiçik motorikanı inkişaf etdirir. Düzdürmü? Bəli. Aha. Bəs hansı iş üsullarından istifadə edərsiniz fiziki hazırlığı təmin etmək üçün?
Hərəkətli oyun. Yox, iş formaları demirəm, iş üsullarından. İş üsuluna və sujetli rollu oyun olar müəllimə. Bəli. Aha, düzdür. Bəs 1-3 yaş üçün? 1-3 yaş üstündəki hərəkətli Hərəkətli oyun, didaktik oyun, oyunlar. düzdürmü? Bəli. Didaktik oyundan da istifadə edə bilərsiniz də. Didaktik oyunun hansı növündən istifadə edərsiniz? Didaktik oyun 3 yerə bölünür də özü. Şifahi oyunlardır. Stolüstü çap oyunlardan Stolüstü olar. çap oyunları da olar. Sonra başqa hansı oyun olar? Şifahi oyunlardır. Oyuncaqlarla oyun olmaz. Oyuncaqlarla oyun. Oyuncaqlarla olur, bəli. Aha, Oyuncaqlarla olur, şifahi 3 yerə. Aha, bəs fiziki hazırlığı formalaşdırmaq Bakonun hansı hərfini bizdən tələb edir? 8 biz Vakonun hansı hərfi? Bəli, kinestetik. Bəli, kinestetik düzdür. Bəs qarışıq prinsiplərdən hansı uşaqda fiziki hazırlığı təmin edər? Qarışıq. Yəni ümumi yaxşı, qarışıq deməyim. Prinsiplərdən hansını seçərsiniz? Didaktik prinsiplərdən hansını seçərsiniz ki, bu prinsip uşaqda fiziki hazırlıq üçün önəmlidir? Yəni Şəxsiyyət yönümlülüyü. Əla, bəli, şəxsiyyət yönümlülük düzdür, bəli. Məşğələlərdən? Fiziki mədəniyyət Əla, məşğələsi. əlavə olaraq məşğələ əlavə etmək istəyirsiniz? Fiziki mədəniyyət məşğələsindən başqa Aha, bəli. kiçik motorika inkişaf elətdirmək, Aha, bəli, təsviri rəsm. fəaliyyətin girişi, təsviri Bəli, fəaliyyətdə giriş. rəsm. Bəli, rəsm düzdür. Bəs sensi motor oyunların da rolu varmı müəllimə? Sens motor oyunları toxunaraqdır da. Aha, var rolu yəni onun da. Olar da müəllimə. Aha, düzdür, var rolu. Baxır əli ilə topu tutursa, nəsə oyuncağı Aha, tutursa. doğrudur. Bəs sensi motor oyunlar Bilirəm. Aha, düzdür müəllimə. Bəs sensi motor oyunlar hansı psixi prosesə təsir edir? Sensi motor oyunlar hansı psixi prosesə təsir edir? Emosiyona. Diqqətə müəllimə, diqqətə. Yox, duyğuya, duyğuya. Duyğuya, hissə, duyğu, Hissə. hiss. Hiss edir də uşaq müəllimə, duyğu. Bəli. Aha, idraki hazırlıqdan da biraz danışaq müəllimə. İdraki hazırlıqda uşaqlarda təxəyyüldür, psixi Yox, onu proseslərdə demirəm. inkişaf edir. İdraç deyəndə birinci olaraq nələr ağlınıza gəlir? Psixi prosesləri sual vermirəm. Anlamaq, başa düşmək. Anlamaq, Samirə başa müəllimə, düşmək, zəhmət olmasa qavramlıdır. müəlliməni bitirək, ondan sonra sizə sual verəcəm. Çünki etik deyil, müəllimə danışır. Qoy danışsın, bitirsin ondan sonra. Aha. Yəni anlamaqdır, başa Yox, düşməkdir. belə deyin də müəllimə. İdraç deyəndə mənim ağlıma idraki inkişaf sahəsi və orada yer alan 4 məşğələ gəlir. Düzmü dedim? Belə desəz daha dolğun deyil. Həmin 4 məşğələ hansıları idi Səadət müəllimə? İdrakda Aha, bəli, idrak. məntiqi riyazi Yaxşı təfəkkürdür. edirsiz Samirə müəllimə, dəstək durun. Aha, deyin. Hansılardır? Məntiqi riyazi təfəkkürdür. Aha, sonra Gülcəz müəllimə Sonra gəlib savad yazır. müəllimi. Aha, savad dəlim. Bədi Aha. təfəkkür, Aha, sonra ətraf aləmlə tanışlıq. bəli. Bir nitq inkişafı da var da burada, düzdürmü? Ətraf aləmlə bədi Aha. təfəkkür. Aha, bəs güşələrdən hansıları götürək? Güşələrdən idraka, Aha. elm güşəsi, Aha, sonra riyaziyyat güşəsi, aha. Başqa biri? İkisi daha doğrusu, ikisi qaldı. Təbiət müəllimə. Yox, təbiət güşəsi daha çox uşaqlarda düzdür. Onun da idraçda rolu var, amma yəni ön planda belə deyil də. Stol üstü oyunları götürə bilərik. Stol üstü oyunlar. Bəli, stol üstü oyunlar. Bir də kitab güşəsi, hə? Bir də kitab güşəsi. Aha, bəs idraki hazırlıq üçün iş üsulu hansını götürə bilərik? Hansı iş üsullarını götürə bilərik ki, bu iş üsulları uşaqlar üçün idraki hazırlıqda mühüm rola malikdir? Əqli hücum olar. Aha, olar. Sonra Əqli hücumu. Klaster. əla, sonra
Tapmaca da olar Əla, müəllimə. aha. Yox, İlahə müəllimə müzakirə yox müəllimə. Müzakirə nitqə aiddir. Müzakirə təfəkkürün məntiqi sözlüsünə aiddir və o da gedib çıxır hara? Ünsiyyətə, yəni ünsiyyətdə nitq. Müzakirə aid deyil. Problem Aha, Problem problemli həll etmək vəziyyət. olar. Problemli vəziyyət Hə. aiddir. Aha, sonra söz assosiasiyası aiddirmi? Mhm. Olar, Bəli, aid olurlar aiddir, bəli. düzdür. Sonra müəllimə, duyğu orqanlarının yaranma ardıcıllığını. Baxın, çox qəşəng bir qəbul sualıdır ki, verəcək ki, duyğu orqanlarının yaranma ardıcıllığını, alqoritmini müəyyən edin. Birinci hansı yaranıb, ikinci hansı, üçüncü, dördüncü, beşinci. Birinci hiss etmə. Yox. Hiss etmə deyil. Birinci qoxu. Qoxu. İyi bilmə, dad bilmə. Birinci qoxudur müəllimə. İkincisi daddır. Qoxu, dad. Dad. Sonra görürəm. Sonra eşidirəm. Sonra da toxunmaq. Qoxu, dad, görmə, eşitmə, toxunmaq. Toxunmaq ən sondadır. Aha. Bu nə üçün lazımdır? Yəni bunlar nə üçün lazımdır? Müəllimə. Duyğu üçün lazımdır. Duyğu. Duya bilməyim üçün lazımdır. Düzdürmü? Saadət müəllimə. Bəli. Aha. Yaxşı. Qavrama ilə duyğunun fərqi nədir? Hansı birinci gəlməlidir ki, sonra digəri gəlsin? Yəni hansı birincidir, hansı ikincidir? Birinci duyğu olar, sonra Aha, qavrama. sonra qavrama. Necə olur duyğu ilə qavrama? Necə olur ki, duyursunuz, necə olur ki, qavrayırsınız? Deyə bilmədim müəllimə. Aha, cavab vermək istəyən var? Müəllimə deyim. Salam müəllimə. Hiss etməlisən ki, sonra da qavrayış olsun da. Yəni hər hansı bir əşya olsun, onu hiss etməsən, yəni qavramasan, hiss etməsən qavraya bilməzsən. Misal olaraq necə bir misal çəkə bilərsiniz? Deyim müəllimə. Hə, deyin, İlahə müəllimə, deyin. Müəllimə, məsəl üçün hər hansı güləmi, dibçəyimi, hər hansı bir şeyə toxunuruq da. Onu birinci hiss eləyirik ki, məsəl üçün tikanlıdır və yaxud da ki, ləçəkləri sığallıdır da bu şəkildə deyim. Onu biz beynimizdə hiss eləyirik, qavrayırıq ki, bu necə bir şeydir. Aha, düzdür. Və yaxud da belə bir şey deyə, indi uşaqların ən belə əvvəlki Müəllimə deyim, olar. Deyin, olar Olar müəllimə. Deyin, buyurun. Salam müəllimə, axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir müəllimə. Bayramınız mübarək olsun. Sağ ol, sizdən də var. Həm çox sağ olun müəllimə. Deyin. Məsələn, toxunaraq duyğu birinci ona görə toxunur. Uşaq məsələn adicə top olsun, yumşaq bir yumaq olsun, rezin əşya olsun. Bunlara toxunaraq o məsələn qavrayır, onu kəşf eləyir. Sonra duyğudan sonra uşaqda qavrama yaranır. Yəni toxunur, onu hiss edir, onu kəşf eləyir və qavrama əmələ gəlir. Bəli. Qavramadan sonra isə uşaqlarda təfəkkür əmələ gəlir. Düzdür, bəli. Bir də müəllimə adi isti olur, istiyə toxunanda onu uşaq deyə məsəl üçün bilmirəm. adi isti əşyaya toxunur. Bəli, bəli. Onu toxunub sonra qavrayır ki, bu istidir. Bəli. Növbət dəfə ona deyəndə ki, toxunma istidir, cızzadır. Uşaqlara bəzən belə Bəli. deyirik. Ondan sonra artıq uşaqlar ona toxunmur. Qavrayırlar Bəli, ki, bu istidir. qavrayır. Bəs onda qavrama ilə təfəkkürün fərqi nə olar Gülgəz müəllimə? Saadət müəllimə təşəkkür edirəm bu arada. Çox sağ olun. Qavrama 1-3 yaşı əhatə edir. Burada sadəcə əşyanı qavrayır. Amma təfəkkürdə artıq onun səbəb-nəticə əlaqələrini bilir, ona mövqe bildirir, münasibət bildirir, ümumiləşdirir. Yəni artıq təfəkkür demək qavrama təfəkkürün ilk rüşeymidir da. Yəni ilk dəfə ona qavrayır, daha sonra bünövrəsidir, bəli, rüşeymidir. Ondan sonra isə təfəkkür formalaşır. Artıq məsələn, sonra səbəb-nəticə əlaqələri qura bilir təfəkkürdə. Amma qavramada sadəcə onu yumşaqlığın, bərkliyin, istiliyin, soyuğun sadəcə onu kəşf edir, qavrayır. Manipulyasiya dövrü. Hansı oyun Necə dövrü? müəllimə? Hansı oyun dövrünə təsadüf edir bu? Tək oyun dövrünə aiddir. Qavrama tək oyun dövrünə aiddir. Aha, doğrudur. Bəs qavrama daha çox hansı məşğələdə formalaşır? Sensor tərbiyə. Bir də
sensor tərbiyədə əsas ətraf aləmlə tanışlıqda, ətraf mühitlə, Bəli, ətraf mühitlə tanışlıqda. tanışlıqda, düzdür, bəli. 1-3 yaşda ətraf mühitlə tanışlıqda. Sizə belə bir sual verim. Praktik fəaliyyətə əsaslanır, yəni uşaq əşyalara toxunaraq onları manipulyasiya edir. Bu hansı təfəkkür növüdür? Əyani əməli təfəkkür Aha. 1-3 yaşı əhatə edir, praktik təfəkkürdür. Aha. Uşaq kubikləri birləşdirib qüllə düzəldir və onların necə dayanıqlı olduğunu sınaqdan keçirir. Burada artıq müəllimə təxəyyülə də əsaslanır. Güllə yaradırsa, təxəyyülə əsaslanır da. Sınaqdan keçirir. Sınaqdan keçirirsə təfəkkürdür. Aha. Yəni əyani əməlidir, düzdürmü? Əyani əməli, bəli, əyani əməli Aha. təfəkkürdür. Yəni qavrama dövrünə Bəli. əsaslıdır da, Aha, praktik. düzdür. Bəs uşaq əşyalara birbaşa toxunmadan onu zehni təsvirlər vasitəsilə dərk edir, düşünür. Bu olur əyani obrazlı təfəkkür, təsəvvüründə canlandırır. Doğrudur müəllimə, doğrudur. Sonra müəllimə sizə sual verim nədən? Nitqlə məntiqi sözlü təfəkkürün fərqi nə olar? Siz güclüsüz deyə sizə güclü suallar verirəm. Məntiqi sözlü təfəkkürdə artıq uşaqlar məsələn 5-7 yaşı əhatə edir bu dövr. Aha. Məsələn, nitqdə sadəcə ünsiyyət qurmağı bacarır. Amma məntiqi sözlü təfəkkürdə artıq uşağın məsələn Necə bir misal ünsiyyəti çəkərsiniz? genişlənir, sosial Necə bir misal çəkərsiniz? Məsəl üçün birinin çəkin olsun nitq, birinin də çəkin olsun məntiqi sözlü təfəkkür. Məntiqi sözlü təfəkkürdə məsələn nitqdə sadəcə ünsiyyət qurur. Uşaqlar bir-birinə ünsiyyət qurur sadəcə. Məsələn, əşya bölüşəndə, oyunlarda ünsiyyət qururlar. Nitqdə. Məsələn, bu kiçik dövrlərə də aid. Amma 5-7 yaşlı Məsəl dövrdə üçün artıq uşaq stəkanı göstərib deyir, bu stəkandır. Bu nədir? Bu nitq. Bu artıq nitqdir də. Burada Aha, məntiqi yoxdur. Bəs desəm Amma ki, məntiqi sözlü, aha, necə olar məntiqi sözlüdə? onun məsələn nitqi məzmunlu olur, daha məzmunlu Necə? olur. Məsəl üçün stəkanla aid elə bir nümunə deyin ki, o uşağın nitqində olsun məntiqi sözlü təfəkkür. Məsələn, bu stəkandan artıq su içməyi bilir ki, məsələn, bu Aha. stəkandan necə istifadə edilir. Belə deyir də onda. Deyir ki, bu stəkandan biz su içmək, çay içmək üçün istifadə edirik. İstifadə edirik, bəli. Aha, bu artıq Yəni onun nə səbəbə istifadə etdiyini bilir. Artıq məntiq olur onun cümlələrinin mənası. Səbəb olur. nəticə əlaqələrinin, bəli, düzgündür. Bəli. Düzdür. Müəllimələr, təşəkkür edirəm. Dərsə girməliyəm, ona görə çıxacağam. Yenə imkanım olduqca belə sual-cavablar təşkil edəcəm. Çox sağ olun qoşulduğunuz üçün, sual-cavabda iştirak etdiyiniz üçün var olasınız. Sağ olun, çox sağ olun. Sağ olun müəllimə. Allah razı olsun. Sağ olun müəllimə. Çox sağ olun müəllimə. Sizlər sağ olun, var olun. Sizlər sağ olun, var olun. Sağ olun, bəli.